Salam əziz müdavimlər. İllərdir verilən eyni suallar üçün bir video çəkmək istəyirəm və bu videonu pin edəcəm. Hər kəs bu videoya baxaraq imtahan haqqında məlumat ala bilər. Laborator işə qəbul imtahanının ən çox sual budur. Vaxtı nə zamandır? Əziz izləyicilər, Azərbaycanda müxtəlif iqtisadi rayonlar olduğu üçün müxtəlif təhsil regional hissələr var. Ara regional, Bakı şəhər təhsil idarəsi, Xızı Abşeron, ondan sonra Dağlıq Qarabağ regional və sair və axır. Ancaq hər regional vakant nə qədər çıxarsa, nə qədər çox çıxarsa, həmin aylarda onlar imtahan edir. Məsələn, bəzi regionallarda sentyabr, oktyabrda, bəzən dekabrda, martda və ya yay aylarında nəzərdə tutulur. Yenə dediyim kimi, hər il laborantlıq imtahanı olmaya bilər və ya 2 il, 3 il ard-ardına ola bilər. Vakant yer yarandıqca regionallar özləri tarix təyin edir. MİQ kimi, abituriyentlərin imtahanı kimi konkret və ya bir vaxtı olmur. UBR-lərdir, müavinlərdir, laborantlardır, təsərrüfat müdürləridir, psixoloqlardır bu sistemlə işlər. Konkret imtahan vaxtı olanlar isə sadəcə universitetlərə qəbul və MİQ-dir. Müəllimlərin işə qəbulu və işə qəbuludur. Hətta direktorların işə qəbulu belə vakantlar yarandıqca açıqlanır və imtahan müddəti təyin edilir. Əziz müdavimlər, ən çox verilən suallardan digəri, mən neçə sual yazsam işə qəbul olaram. Hər regional fərqli faiz qoyur. Amma ən aşağı qoyulan faiz, məsələn, 60 sualdan 30-u mütləq yazılmalıdır. Bakı şəhər təhsil idarəsi, Abşeron, Xızı regional təhsil idarələrində üstünlük verilir müsahibəyə. Bakıda yalnızca müsahibə mərhələsi keçirilir. Müsahibə mərhələsində təhsil haqqında qanun, informatika bilikləri yoxlanılır. İnformatika bilikləri yoxlanmaq üçün, yəni İKT bilikləri yoxlanmaq üçün sizin qarşınıza notebook yerləşdirilir. O notebookda sizə müəyyən göstərişlər verilir. Word-də sənəd yazmaq, filtrləmək, Excel-də hesablamalar aparmaq və sair və axır və buna uyğun bacarıqlarınıza görə sizi müsahibədən keçirirlər. Daha sonra müsahibə mərhələsində sizin uşaq hüquqları haqqında məlumatınız, təhsil haqqında qanunla məlumatınız və istənilən regional və istənilən ixtisas üzrə, istər UBR-li olsun, istərsə olsun laborantlıq, sizin dünya görüşünüzə, diksiyanıza, leksikanıza çox önəm verilir. Danışığınız, ondan sonra söz ehtiyatınız çox önəmlidir. Çünki təhsil sektorunda işləmək üçün ilk öncə insan normal danışıq qabiliyyətinə malik olmalıdır. Daha sonra digər regionallarda isə məntiq, informatika və dünya görüşü, həmçinin təhsil haqqında qanun və laborantın peşə vəzifələri, UBR-in peşə vəzifələri, müavinin peşə vəzifələri və sair və axır kimi suallar yönləndirilir. Yəni bu suallar çox verildiyi üçün istədiyim videoya buna cavab verim. İnşallah ki, hər biriniz tutduğunuz yolda uğur qazanarsınız. Hazırlıq üçün müraciət edə bilərsiniz. İstənilən imtahan işə qəbulu üçün isə həm test kitabımız, həm də PDF-lərimiz mövcuddur. Uğurlar.